Hörmətli izləyicilər, sizə Xırdalanda mərkəzdə Prospekt yol kənarı Heydər Parkına yaxın bir ərazidə belə bir 3 sot torpaq sahəsində inşa edilib, 2 mərtəbəli 4 otaqlı həyət ev təqdimatına gəlmişik. Bura həyət yanı sahəsində burada belə bir ümumilikdə quraşdırılıb. Hər evin 4 tərəfinə keçid var. Burada belə kladovka kimi artıq aynı onları yığmaq üçün bir otaqda balaca. Burada arxası həyət yanı sahəsidir. Gördüyünüz kimi geniş bir həyəti var. Prospekt yol kənarıdır, kürsülüdür. Qoşadaşlı inşa edilib. Mərtəbə arasında monolit. Burada belə bir giriş hissəsidir. Burada evimizin xol hissəsidir. Bu hissədə qonaq otağıdır. Pəncərələri hamısı səhətinə baxır. Bu hissədə yerləşir mətbəx. Sanuzillər birinci mərtəbədədir, ayrı-ayrıdır sanuzillər. Burada yenə belə bir şkaf da yığılıb, qardırop kimi. Burada hamam otağıdır. Burada sanitar qurşaqdır. Yuxarı mərtəbədə də 3 yataq otağıdır. Əlavə də bir balkonu var. Burada yuxarı mərtəbənin xol hissəsidir. Oradan da balkona çıxış var. Burada bir yataq otağıdır. Bu hissədən gördüyümüz kimi balkon hissəsidir. Burada ikinci bir yataq otağı. Yuxarı mərtəbənin də aboyları dəyişəcək. Yuxarı mərtəbənin aboyları saxlanılıb, zövqə uyğun onlarda dəyişiləcək. Əlavə də yuxarıda yenə bir geniş kvadratda bir yataq otağı. Hörmətli izləyicilər, həyət evimizdir. Xırdalanda mərkəzdə, Prospekt yol kənarı, Heydər Parkada yaxın bir ərazidə. 3 sot torpaq sahəsində inşa edilib, 2 mərtəbəli 4 otaqlıdır. Sənəd kupçadır, qiymət 220 000 manat təyin olunub. Təbii ki, real müştərilərə sahibi tərəfindən indirim nəzərdə tutulub. Real müştərilər buyurun zəng vurun, diqqətcə görə çox sağ olun.